Diplomatiyada bir il uzun zaman hesab olunmasa da, Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında münasibətlərin son dövrdəki inkişafı göstərir ki, qarşılıqlı siyasi iradə olduqda qısa müddətdə də mühüm nəticələr əldə etmək mümkündür. Son bir il ərzində ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoyaraq, siyasi dialoqdan daha geniş miqyaslı və praktik əməkdaşlıq müstəvisinə keçib. Bu proses Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri ilə yeni dinamika qazanıb. Daha sonra Bakıda imzalanan Strateji Tərəfdaşlıq Xartiyası münasibətlərin gələcək inkişafı üçün möhkəm hüquqi və siyasi baza formalaşdırıb. Xartiya iki ölkə arasında əməkdaşlığın yalnız mövcud sahələr üzrə deyil, eyni zamanda yeni strateji istiqamətlərdə də genişləndirilməsini nəzərdə tutur. Hazırda Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq enerji təhlükəsizliyi, iqtisadiyyat, nəqliyyat, regional bağlantılar, təhlükəsizlik, kritik minerallar, rəqəmsal transformasiya və süni intellekt kimi mühüm sahələr əhatə edir. Bu istiqamətlər üzrə həyata keçirilən layihələr göstərir ki, tərəfdaşlıq artıq konkret nəticələr verən praktik əməkdaşlıq mərhələsinə daxil olub. Azərbaycanın Avropa ilə Mərkəzi Asiyanı birləşdirən nəqliyyat marşrutlarında oynadığı rol, xüsusilə orta dəhlizin inkişafı baxımından əhəmiyyətli hesab olunur. Bu marşrutun genişlənməsi təkcə regional deyil, həm də qlobal ticarət və logistika baxımından yeni imkanlar yaradır. Amerika Birləşmiş Ştatları da bu potensialı nəzərə alaraq regional bağlantı layihələrinə və iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. İqtisadi sahədə də tərəflər arasında əməkdaşlıq yeni mərhələyə yüksəlib. Amerika Birləşmiş Ştatları Azərbaycan iqtisadi dialoqu çərçivəsində əldə olunan razılaşmalar, enerji sektorunda yeni təşəbbüslər, kritik minerallar üzrə əməkdaşlıq və innovasiya sahəsində başlanılan layihələr münasibətlərin iqtisadi əsaslarını daha da gücləndirir. Rəqəmsal texnologiyalar və süni intellekt sahəsində əməkdaşlığın genişləndirilməsi isə gələcəyin iqtisadiyyatına yönəlmiş strateji yanaşmanın göstəricisi hesab olunur. Bununla yanaşı, təhlükəsizlik sahəsində əməkdaşlıq da ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri olaraq qalır. Regional sabitliyin qorunması, enerji infrastrukturunun təhlükəsizliyi, kiber təhlükəsizlik və müasir çağırışlara qarşı birgə fəaliyyət hər iki ölkənin gündəliyində mühüm yer tutur. Bu əməkdaşlıq regional təhlükəsizliyin möhkəmləndirilməsinə də töhfə verir. Beynəlxalq ekspertlər hesab edirlər ki, Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasəti, eləcə də regionda artan geosiyasi əhəmiyyəti Vaşinqtonun Bakı ilə strateji əməkdaşlığa xüsusi diqqət ayırmasının əsas səbəblərindəndir. Amerika Birləşmiş Ştatları üçün Azərbaycan yalnız etibarlı enerji tərəfdaşı deyil, həm də Avropa, Qafqaz və Mərkəzi Asiya arasında mühüm logistika və iqtisadi əlaqələndirici rolunu oynayan ölkə kimi qiymətləndirilir. Son bir ilin nəticələri göstərir ki, Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib. Əgər əvvəlki dövrlərdə əsas diqqət siyasi dialoqun inkişafına yönəlirdisə, bugün tərəfdaşlıq konkret layihələr, investisiyalar, texnologiya transferi və qarşılıqlı iqtisadi maraqlar üzərində qurulur. Bu dinamika gələcək illərdə əməkdaşlığın daha da genişlənəcəyini və yeni sahələri əhatə edəcəyini göstərir. Beləliklə, formalaşan yeni strateji tərəfdaşlıq modeli təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, həm də regionda sabitliyin, iqtisadi inteqrasiyanın və dayanıqlı inkişafın möhkəmlənməsinə xidmət edən mühüm əməkdaşlıq platforması kimi çıxış edir. Bu isə Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətlərinin uzun müddətli perspektivdə daha da dərinləşməsi üçün əlverişli zəmin yaradır.